Hər birinizi salamlayıram. Bu videoda mən sizə JWT, yəni JSON Web Token yaratmağı göstərəcəm. Burada utils'in içərisində hashing var idi. Burada nə edirdik? Bir dənə parol gəlirdi və parolu hashləyirdik, daha sonra verify edirdik. Bunun kimi bir dənə JWT klassı yazasıyıq, yəni Token Manager klassı yazasıyıq. Gəlin burada new file deyirəm, Token Manager deyirəm, .python, enter vuram. Daha sonra bunun içərisində bir dənə class yazacağam, deyirəm class Token Manager. Bu şəkildə və bu heç bir data ya da miras almayacaq. Gəlib burada yazıram ki, def create JWT. Bu bir dənə data alacaq, data dictionary formatında. Daha sonra bir də expire date almalıdır. Bu da time delta formatında olmalıdır. Gəlirəm bura. Time deltanı import edək. Deyirəm from date time-dan import elə time deltanı və bunda mən Python dərslərimdə izah eləmişəm time delta nədir. Time deltanı import edirəm və date time-ın özü mənə lazım olacaq. Date time import edirəm. Sonra baxın burada time deltanı düz yazmamışam deyə xəta verir. Bu şəkildə expire date və datanı bura daxil etdim və bu mənim üçün nə olmalıdır? Bir statik metod olmalıdır. Yəni burada mən self parametrindən istifadə etmirəmsə statik metod, yəni classın metodu olmalıdır. Classın özəlliyi olmalıdır. Gələn datanın kopyasını yaradıram. Deyirəm to encode bərabərdir data.copy. Yəni data üzərində işləmirəm. Datanın gəldiyi yerdə datanı dəyişməsin deyə. Daha sonra burada yoxlayıram. Deyirəm əgər expire date varsa, burada da yazıram expire date time delta da ola bilər, none da ola bilər. Amma default olaraq göndərməsə none olsun. Və burada da yoxlayıram. Əgər expire date varsa burada bir şeylər eləyəcəm. Yoxdursa, none-dırsa, o zaman expire date bərabərdir time delta, daha doğrusu date time nöqtə now indiki vaxtın üzərinə əlavə edirəm time delta minutes bərabərdir 5 yazıram. 5 dəqiqə əlavə edirəm. Yəni tokenin bitmə müddəti 5 dəqiqə. Əslində normalda 1 saat falan olur. Mən hələ göstərmək üçün, hətta 1 dəqiqə eləyək baxmaq üçün. Bu şəkildə yazandan sonra bəs varsa onda necə olacaq? Varsa da bir dənə məsələn time delta bu şəkildə gələcək bizə bu formada. Baxın bu formada gələcək. O zaman nə edəcəm? Deyirəm ki expire date bərabərdir date time nöqtə now üzərinə əlavə edirəm nəyi? Mənə gələn expire date-i. Bu şəkildə. Və expire date gələndən sonra, hazır olandan sonra nə edirəm? Bu datanın içərisinə əlavə etməliyəm. Deyirəm to encode nöqtə update edirəm. Expire adında olsun. Yəni key value təyin edirəm. Daha sonra bunu da bu mötərizə içərisində yazmalıyam. Dictionary formatında göndərməliyəm. Bir də expire date. Yəni açar olaraq exp yazdım. Dəyər olaraq da burada yaratdığım dəyəri göndərirəm. Sonra bu to encode-u nə etməliyəm? JWT formatına çevirməliyəm. Yazıram result bərabərdir. Hətta bunu yazmağa ehtiyac yoxdur. Deyirəm return elə nəyi? JWT üzərindən. JWT-ni də bura daxil etməliyəm. JWT-ni daxil etmək üçün buraya yazırsınız pip install python JOS. Bu şəkildə yazıb yüklüyorsunuz. Mən yüklədim. Ona görə indi yüklük vaxt aparmaq istəmirəm. Gəlib bunu import edirəm. Deyirəm from JOS-dan import elə JWT-ni. Bu şəkildə JWT-ni import elədim. Gəlib burada deyirəm JWT nöqtə. Baxın encode var. Encode-dan istifadə edirəm. Daha sonra burada nəyi göndərmək istəyirəm? Yəni nəyi şifrələmək istəyirəm? To encode-u. Daha sonra bura göndərəcəyim parametrlər var. Hansı ki secret key olmalıdır. Yəni gizli açarımız olmalıdır. Gəlib burada bir dənə secret, yəni gizli açar yaradıram. Bərabərdir. Nə istəsə yaza bilərik hələ ki müvəqqəti. Bunu yazdım. Bunu da kopyalayıb 2 dəfə əlavə edirəm. Bu şəkildə olsun. Və bundan sonra bir də algoritm lazımdır. Algoritm bərabər olsun nəyə? Yazıram burada HS256. Bu şəkildə. Bunlar da əslində sonradan dəyişə bilər. Yəni algoritmləri dəyişdirə bilərik sonradan. Ona görə bunu belə birbaşa yazmaq əvəzinə gəlib burada yazıram ki algoritm bərabərdir. Bura yazıram HS256 və burada gəlib birbaşa bu formada yazmaq əvəzinə yazıram HS, daha doğrusu algoritm bu şəkildə olsun. Bizim JWT token hazırlamaq üçün yazdığımız funksiya demək olar ki bitdi. Yəni bu qədər idi. Belə rahatdır. Bu Python JOS-un sayəsində belə rahat olur. İndi gəlib bir dənə bunu yoxlamaq lazımdır. Gəlin yoxlayaq görək nə cür bir cavab qaytarır. Deyirəm ki data bərabər olsun. Datamın içərisində ID olacaq. Məsələn userin ID-sinə uyğun bir JWT hazırlamaq istəyirik. Modu məsələn oxuma modunda və yaxud məsələn read olsun. Tutaq ki hər hansı bir user sadəcə bu post oxuya bilsin və yaxud update modu olsun. Yəni yeniləyə bilsin. Bu şəkildə mən read modda göndərirəm. Datamız var, tamam mı? Bir dənə expire date yaradıram. Expire date bərabərdir
Time deltadan istifadə edirək. Yazıram minutes bərabərdir. Neçə dəqiqə olsun? Məsələn 5 dəqiqə yazıram. Bir də burada məsələn bu 5 falan bu dəyişə bilər. Gəlin burada bir yazmaq əvəzinə burada yazaq ki expire date bərabərdir. Bura yazıram 5 və gəlib burada bu şəkildə yazmaq əvəzinə yazıram expire date istifadə olunsun. Burada 15 yazıram hal-hazırda, yəni fərqli olsun. Tamam, expire date'imiz də var. O zaman yazıram ki jvt my jvt token bərabər olsun. Klasımın üzərindən token manager üzərindən create jvt-ni çağırıram. Deyirəm token manager.create jvt. Bu məndən data istəyir, dictionary olmalıdır və expire date istəyir. Expire date'imi də bura göndərirəm bu şəkildə və print eləyəcəm my jvt tokeni bu şəkildə. Daha sonra Python utils içərisində nə var? Token manager.python. Bunu çalışdırıram. Baxın, bu şəkildə bizə bir token qaytardı. JVT token 3 hissədən ibarət olur. Header hissəsi var, yəni burada algoritmi göndərir. Daha sonra burada payload hissəsi var. Burada bizim datanı göndərir. Bir də burada signature var, imzası var. Yəni bu signature bir secret key əsasında hazırlanır. Bir də burada payload falan. Buna əsasən bir dənə hashlənir signature hazırlanır. Yəni daha doğrusu baxın, bir secret, yəni gizli açarımız sayəsində, bir də buradakı payload sayəsində toplanır və bir dənə hashlənmiş formada signature yazılır və o da 3-cü hissədir. Tamammı? Bu videoda mən sizə göstərdim əsas nəyi, JVT tokeni necə yaradılır onu. Növbəti videolarda sizi gözləyirəm. Kanala dəstək olmağı unutmayın. Hələlik.